1944-cü ildə Fransa nasist işğalından azad olunduqda xalq qəzəbini almanlarla münasibətdə olduğu iddia edilən 20 mindən çox fransız qadından çıxardı. Bu qadınların saçları ictimaiyyət qarşısında qırxıldı. Bəziləri isə çılpaq halda küçələrdə gəzdirildi. Halbuki bir çox qadın yasağa qalmaq üçün bu münasibəti qurduqlarını ya da zorla bu vəziyyətə salındıqlarını söyləyirdi. Ancaq müharibənin yaratdığı acı və qəzəb həqiqətin qarşısını kəsdi. Bir tərəfdə yaşamaq üçün ümidsiz qalan qadınlar, digər tərəfdə isə onları xainliklə suçlayan bir cəmiyyət vardı. Müharibə təkcə cəbhədə deyil, vicdanlarda da dərin izlər buraxdı. Bəzən müharibə təkcə silahlarla aparılmır. İnsanlar döyüş bitəndə də bir-birini yaralayır. Qorxu və aclıq içində yaşamaq üçün edilən seçimlər sonra xəyanət kimi damğalanır. Amma heç kim başqasının ağrısını tamamlaya bilməz. Çünki bəzən sağ qalmaq da cəsarətin ən çətin formasıdır. Fikrət Qədimli, Bölgə TV.